Düzgün bir valideyn olmaq istəyirsinizsə, övladınıza o maddi o dəstəkdən öncə salam əziz izləyicilər, bu videoda sizlərlə valideynlik haqqında, o valideynlik o duyğusunun demək övlada o necə aşılanması haqqında söhbətim, o bir müzakirəm olacaq ki, onu vurğulayım ki, bu valideynlik mövzusu haqqında bu videom 4-cü video olacaq. Bundan əvvəl 3 dənə video yayımlamışam ki, onları da açıqlama hissəsindən girərək o linkləri izləyə bilərsiniz. Bu 3 video o çox önəmli videolardır. Video başlamazdan əvvəl sizdən xahişim odur ki, əgər videolarımı izləyirsinizsə və bəyənirsinizsə, o bəyənməyi və kanalıma abunə olaraq dəstək olmağı və həmçinin rəylərdə öz fikirlərinizi qeyd etməyi sizdən xahiş edirəm. Deməli əziz izləyicilər, valideynlik o duyğusu həm o gözəl, əvəzolunmaz, həm də o çox məsuliyyətli bir duyğudur. Çünki yəni bu övlad o dünyaya gəldikdə ağverək olur. Onda heç bir o məlumat, heç bir o duyğu var olmur. Onların hər birini biz valideynlər ilk olaraq onlarda yaradırıq. Bizim yaratdığımız o duyğu, o düşüncə, o təməlləri də övladımızın bütün ömrü boyu davam edərək onların həyatlarına yansıyır. Bu videoda sizlərlə demək o bağımlılıq ilə o bağlılıq haqqında o güclü bir yəni müzakirə aparmaq istəyirəm. Bağımlılıq ondan ibarətdir ki, övladınız sizdən o maddi o dəstək görür ancaq onun hər istədiyini o maddi o cəhətdən qarşılayırsınız və belə olduqda o sizin övladınız arasında bir bağımlılıq yaranır. Yəni övladınızın nəyəsə ehtiyacı olduqda və nəsə istədikdə siz onun yadına yəni düşürsünüz. Çünki indiyənə qədər övladınızla sizin münasibətiniz ancaq bu yöndə olub ki, o bağlılıq, o nəsə lazım olanda. Bunu sizlər özünüz yaradırsınız. Çünki bunun yaranması sizin övladınıza ancaq o maddi o dəstək verməyinizdən qaynaqlanır. O daimi olaraq övladınız o maddi o dəstək verməyiniz və mənəvi o cəhətdən övladınıza çox o dəstək olmamağınız, onun yanında olmamağınız, ona o dəstək olmamağınız, onun fikirlərinə, yəni istəklərinə o diqqət yetirməməyiniz, onu o dəstəkləməməyiniz sizin artıq övladınız arasında o bağı zəiflədir. Yəni o valideynin o duyğusunun o gerçəyi övladınız arasında sizinlə o bağımlılığın olması deyil, övladınız arasında sizinlə o bağın olmasıdır. O güclü bir bağınız olmalıdır. Yəni bir gün belə övladınız sizlə yəni ki, münasibətdə, söhbətdə əgər olmasa, artıq o darıxmalıdır. Artıq o nəsə özündə o yarımçılıq hiss etməlidir ki, bu o bağın o yansımasıdır. Ancaq o bağımlılıq o deməkdir ki, ancaq o nəyəsə ehtiyacı olduqda siz onun yadına düşürsünüz ki, bu da çox böyük bir faciənin o təməlləridir. Demək ki, övladınız arasında o güclü bir bağın olmasını istəyirsiniz, əvəz olunmaz bir əlaqənin olmasını istəyirsinizsə, övladınızla demək aranızda ancaq o maddi o dəstək deyil, əsasən o mənəvi bir o dəstək olmağı, əsasən o ruhsal, enerjisel bir əlaqənizin olmasını təmin etməlisiniz ki, övladınızın arasında sizin o güclü bir bağınız yaranmalıdır ki, bu bağı da yaratmaq təməli ondan ibarətdir ki, demək hər zaman övladınızın o fikirlərinə, o düşüncələrinə o dəstək verməlisiniz. İnsan elə bir məxluqdur ki, fərqi yoxdur. İnsan elə bir məxluqdur ki, hər bir o zamanda onun o düşüncələrini anlayan, onun fikirlərini düzgün qəbul edən, onun istək və hədəflərini o dəstək verən bir insanla arasında istər-istəməz bir bağ yaradır. İndi düşünərsiniz ki, o valideyniməm, onunsa o məni istəyəcək, belə deyil. Bir sözlə, insan psixologiyasına uyğun olaraq övladlarınız arasında bir bağın yaranmasını istəyirsinizsə, o bağımlılığın olmamasını istəyirsinizsə, demək həqiqi bir valideyn kimi olmaq istəyirsinizsə, övladlarınızın fikir və hədəflərini, istək və məqsədlərinə pozitiv yanaşın, onlara o dəstək olun, onlara bir yol göstərin, onlara o sonuna qədər, hara qədər
o lazım olsa o dəstəyinizi o göstərin hər zaman. Eybi yox, o qoy bir səhv bir yol olsun, bir uduzacağı bir hədəf olsun. Buna rəğmən o davam etsin. O bu səhv bir hədəf olmaqsın. O rəğmən o davam etsin və sonda o məğlubiyyəti ilə o təcrübəni o qoyun özü qazansın. Siz ona o deməklə o təcrübəni o əldə etməyəcək. Demək video o sonuna yaxınlaşdı. Bu qısa videoda o sizlərə çatdırmaq istədiyim o fikrim ondan ibarət oldu ki, övladınızın arasında o bağımlılıq o deyil, o bağ yaratmaq, o bacarın ki, o bu da onların hədəflərinə o hörmət etməyiniz və dəstək olmağınızdan yaranır. Əgər videonu bəyəndinizsə, o bəyənməyi, kanala abunə olmağı və rəyləriniz, fikirlərinizi bölüşməyi və həmçinin fərqli bir o mövzuda o video istəyirsinizsə, rəylərdə o fikri o bildirməyi də unutmayın.